Herkese selam dostlar, kanalıma ve videoma hoş geldiniz. Bu yeni bir videoda karşınızdayım. Video geçməmişdən və kanala destek olmaq üçün abunə ola bilərsiniz. Videomu bəyəndinizsə like ata bilərsiniz. Həmçinin Telegram kanalımızın linki şərhlərdə olacaq. Burada səhmlər və kriptovalyutalar haqqında alış-satış siqnalları, xəbərlər, səhm tövsiyələri və yaxud kriptovalyuta şəxsi analizlərim haqqında məlumatlar paylaşıram. Gördüyünüz kimi dünən Bitcoin-ın şəxsi analizini etmişəm, sizlərlə paylaşmışam. Siz də daxil ola bilərsiniz şərhlərdəki linkdən və burada gələrək investisiya etməyi, kriptovalyutalar, səhmlər haqqında məlumatlar öyrənə bilərsiniz. Həmçinin müzakirə qrupumuz da var. Bura gələrək dostlar, yəni müzakirə qrupunda suallar verə bilərsiniz, səhmləriniz, portföyünüz haqqında məsləhətlər ala bilərsiniz və s. Yəni müzakirə qrupunun məqsədi bundan da həmçinin müzakirə də edə bilərik son iqtisadi mənzərəni və s. Gəlin videoya keçək. Bugünkü videoda dostlar sizlərlə TradingView haqqında danışacağım. Yəni TradingView haqqında niyə danışacağım? Son videolarımda gördüm ki, TradingView haqqında məlumatı olmayanlar var və yeni izləyicilərimiz TradingView nədir deyə bu sualın cavabını tapsın deyə bu haqda danışacağım TradingView-də. Bu qeydiyyatdan keçmək olur TradingView-da. Yəni ilk dəfə daxil olanda sizdə belə profil olmur. Siz qeydiyyatdan keçməlisiniz. Qeydiyyatdan keçəndən sonra hesabınız açılır. Qeydiyyatdan keçirən məsləhətlidir. Niyə? Çünki burada məsələn portföy qura bilirsiniz. Məsələn, burada portföylər var. İndi mən vurmayacağam bura çünki portföyüm görsənəcək. Mən burada izləyirəm portföyümü. Düzdür, məsələn, harda yatırım edirsiniz? Leo Bank, Yellow Bank, ABB orada da görsən. Sadəcə burada həm texniki analiz edirsiniz, həm portföyünüzü qura bilirsiniz. Yəni hər şey bir yerdə olanda daha rahat olur. Burada portföylərə vurub əlavə edərək portföyünüzü burada izləyə bilirsiniz. Bu çox yaxşıdır. Telefonda da var, mobil tətbiqdə Play Store, App Store-dan yükləyə bilərsiniz. Burada topluluq bölümü var, dostlar. İşləm fikirləri var. Məsələn, burada insanların fikirlərini öyrənə bilirsiniz. Gördüyünüz kimi bir çox neft haqqında, Bitcoin, qızıl və s. insanların fikirləri var, texniki analizlər var. Bunu görə bilirsiniz. Burada BIST 100 Türkiyə bu Azərbaycandan belə bağlansan Türkiyə birjasını göstərir. Çünki dili türkçəyə çevirmişəm. Burada Türkiyə birjası gördüyünüz kimi göstərir. BIST 100. Burada S&P 500, ABŞ və Nasdaq 100 ABŞ birjalarında gördüyünüz kimi qrafiki falan üstünə vuraraq görmək olur. Dəyərləri yazılır. Yəni bunun üstünə vuraraq belə qrafiklərini görmək olur. Sonra üçün burada ümumi kriptovalyutaların bazar dəyəri, inflyasiya zat bizim ölkənin inflyasiyası göstərir Azərbaycanın. Gördüyünüz kimi burada hissələr, kriptovalyutalar və s. və ilə axır hər şey görmək olur. Burada axtarış bölməsində də məsələn tutaq ki, mikrostrateji səhmini axtarmaq istəyirsiniz. MSTR yazırsınız, qısa adını yazırsınız ki, daha tez və daha düzgün çıxsın. Gördüyünüz kimi burada bazar açılışı öncəsi qrafik var. Bu qrafik, bu solğun qrafik bazar açılışı öncəsidir. Bu rəngli qrafik isə son bazardakı qrafikidir. Düşüş səbəbi məlumdur. Yəqin hamımız ABŞ-İran müharibəsində neftin qiyməti qalxdı, inflyasiya riski, dövlətlərin riskləri var, iqtisadi riskləri var. Çünki yanacaq təmin edə bilmirlər öz həm mülki həyata, həm iqtisadi həyata, yəni zavod, fabriklər və s. Həmçinin müharibə təhlükəsi regionda böyüyə davam edir. Ona görə də risklərə görə həm kriptovalyutalarda, həm səhmlərdə, ümumi olaraq birjalarda düşüşlər var. Məsələn, burada FTSE 100 indeks, bu FTSE Russell indeksi UK-indir, yəni Böyük Britaniyanındır. Böyük Britaniyanın birjasının qrafikləridir. Gördüyünüz kimi burada xam neft, qazdır, təbii qaz, qızıl, gördüyünüz kimi bakır və s. Yəni bunların qiyməti də var burada. Belə istifadə edirsiniz. Sonra burada endekslərə baxa bilirsiniz. Yəni ümumi olaraq məsələn genel endeks vuranda gördüyünüz kimi Türkiyə olsun və yaxud başqa ölkələrin olsun, gördüyünüz kimi tədavül alışır. Bu səhv etmirəmsə ərəb dövlətlərinə aid olmalı, çünki tədavül yazılıb. Burada məsələn başqa SSA var, bu Asiya indeksidir, Çinin olmalı səhv etmirəmsə. Burada Yaponiyanın 225 şirkətin indeksi, burada Böyük Britaniyanın, burada DAX Almaniya olmalı səhv etmirəmsə, avrodur. Yəqin ki Almaniyadır. İtaliya birjası və s. hər şey görsənir. Burada Amerika vuranda ancaq Amerika birjaları çıxır. Burada gördüyünüz kimi qızıl birjası, səhm birjası və s. və ilə axır. Burada kriptovalyutalara buradan baxa bilərsiniz. Yəni TradingView əsasən dostlar həm texniki analiz, həm də fundamental analiz üçün istifadə edirik. Məsələn, Bitcoin-ə gəldi. Bitcoin-ın mən texniki analizini edirəm. Necə edirəm? Gördüyünüz kimi vurdum, böyütdüm.
Buradan gəlirəm. Burada nə var dostlar? Burada gördüyünüz kimi xətt var. Bunu nədə istifadə edirik? Bunu məsələn dəstək direns nöqtələrində istifadə edirik. Mən bunu biraz belə qəribə çəkdim. Yəni bu alt nöqtələr, üst nöqtələr vuraraq dəstək direns nöqtələrini çəkirik. Sonra burada müxtəlif şeylər var. Gördüyünüz kimi yatay çizgi var. Bu əsasən alış nöqtələrində falan istifadə olunan trend açısı var. Yəni trendin hara getdiyini demək görmək üçün burada məsələn adi rəng var. Bundan da yazı yazmaq və yaxud göstərmək və sairə işarədən istifadə olunur. Burada mən burada dörtgən yazılıb. Bundan mən alış nöqtələri olaraq istifadə edirəm məsəl üçün. Burada mətn yazmaq olur, şərh yazmaq olur və s. yəni bu türkçədir. Burada məsələn gördüyünüz kimi alış pozisiyonu, məsələn tradinglə məşğul olanlar burada alış pozisyonu vuraraq, məsələn buradan alıblar, bura hədəf nədirsə ora qədər qaldıraraq neçə faiz qazanc, neçə faiz gəlir olduğunu burada da lot miqdarını yazaraq deməli görə bilirlər burada. Yəni belə texniki analizlər mümkündür. Həmçinin fundamental analizlər də var. Gəlin bunları silək. Fundamental analizlər necədir? Məsələn dostlar, səhmlərdə fundamental analiz Gorilla texnolojiyaya daxil oluruq. Məsəl üçün biz hardan baxırıq fundamental analizlərə? Yəni maliyyə vəziyyətindən baxırıq. Burada finansala girə bilərik. Məsələn, maliyyə vəziyyəti deyə açılsın, göstərim sizlərə. Gördüyünüz kimi dostlar, burada məsələn gəlirdən kara dönüşüm bu nədir? Yəni ki, ümumi gəliri nə olub? Bu son rüb və son illik nəticəyə uyğun olaraqdır və gəlir məsələn Gorillanın son gəliri mənfi 2 milyon olub, yəni 2 milyon zərər edib, illik olaraq da mənfi 11 milyon. Burada da görsənir rüblük nəticələri, ümumi xalis gəliri, xalis marjı, hər şey görsənir, harda satış edir, nə satır, məsələn security convergence və yaxud Video Internet of Things, yəni burada ingiliscə yazılır əsasən, amma yəni tərcümə edə bilərsiniz. Məsələn, təhlükəsizlik avadanlıqları olsun, internet video əşya, bu Things o deməkdir ki, yəni internet video üçün nələrsə satır, yəni bu dəqiq bir şey deyil, yəni nələrsə satır, reklam da ola bilər və s. hər şey ola bilər. Burada gördüyünüz kimi gəlirlər var, deməli axırıncı dəfə 101 milyon gəlir qazanır, 1 milyon 58 min dollar səviyyəsində, daha doğrusu 1 milyon 580 min dollar səviyyəsində daha çox qazanc qazanır. Burada səhin başına düşən gəlirlərdir. Yəni trading bu məqsədlə istifadə eləmək olur. Ümumi sərmayəsi nə qədər olub, borcu nə qədərdir, ümumi nağd pulu nə qədərdir, neçə faizi ümumi olaraq halka açıqdır, yəni ümumi insanlara açıqdır, neçə faizi şirkət rəhbərliyi tərəfindən tutulur. Rəhbəri kimdir, bazar dəyəri nədir, neçənci ildə qurulub, hətta saytına qədər belə göstərir. Yəni, məsələn, Gorilla texnolojinin saytına belə daxil olmaq olur. Burada investorlar üçün bölmə var, nə qədər gəlir qazanmışıq və s. Yəni, tradingdən bu məqsədlərdən istifadə olunur. Başqa da necə? Başqa da yəqin ki, bu qədər. Yəni, əsasən traderlər istifadə olunur, mənim kimi investorlar, traderlər istifadə edir bundan və yaxud uzun müddətli spot alışçılar istifadə edir və portföy, opsiyon, ümumi qrafik, ümumi iqtisadi mənzərə və s. görmək olur burada. Və əlavə də etmək olur aldığınız səhmləri. Telefonda daha rahatdır, yəni telefonda əlavə edib baxsanız daha rahatdır. Burada da portfolyo kimi baxa bilərsiniz. Bu qədər dostlar, videomu bəyəndinizsə like ata bilərsiniz, sağ olun, kanal gələcək videolarda görüşəndə.